Ramiz Adgözəlovdur. Həmin gün ailəsinin bütün üzvlərini itirən 35 il sonra kəndinə ayaq basan Ramiz dayı. Onunla birlikdə həyat yoldaşını, qaynatasını, qaynanasını, baldızı və 39 günlük körpəsini dəfn edib getdiyi məzarlığa gəldik. Məzarlıq demək mümkündürsə təbii ki. Məzar daşlarını da çıxarıb aparıblar vandallar. Durduğumuz yoldan da kənara çıxa bilmirdik. Ətrafımız mənfur qonşularımızın bastırdığı minalarla doluydu. Yanaraq ölən ailənin bütün üzvlərini həmin gün kənd cəmaatı yola yaxın bir ərazidə dəfn edib çıxmışdılar kənddən. Kəndə hücum elədilər, başladılar benzinlə evləri, qadınlar yandırmağa. Qabaqdan ermənilər girirdi, kəndi nə vardı, nə lazım idi götürürdülər. Sonra başladılar ki, barxananı götürürdülər. Qoydular qaz şeylərin üstünə, sobaların üstünə. Evləri başlayırdı yandırmağa. Və bu 39 günün körpəsini, onun nə günahını yerə vururdular. Onun başını əxləyirlər, başını əzəyirlər. Ya qadınlar, nə idi onların günahı?